Bu kitabı oxumağı çox da tövsiyə eləmirəm. Söhbət Powerless trilogiyasının ikinci kitabı olan Reckless kitabından gedir. İndiyə qədər yazardan 3 kitab oxumuşam və aralarında ən bəyəndiyim kitab məhz elə bu, heç 200 səhifə belə olmayan balaca novella olub, yəni Powerful novellası. Düşünürəm ki, bu novellanın yazım tərzi və hekayəsi digər iki kitaba nisbətən daha özünə məxsusdur və mən əslində bu kitabda, bu seriyada daha çox o özünə məxsusluğu tapa bilməmişəm. Daha çox onu istəyirəm, o özünə məxsusluğu istəyirəm. Seriyanın ilk kitabı olan Powerless-də mən o özünə məxsusluğu görməmişdim. Bu haqqda ətraflı ayrıca videoda çəkmişəm ki, kitabın mövzusunu daha çox aclıq oyunlarına bənzədirdim. Mən oxumamışam, amma oxuyanlar Red Queen seriyasına da çox bənzədirlər. Çox bənzərliyi olan bir kitab, bir mövzu olduğunu düşünürəm. Seriyanın ikinci kitabı olan və mənim çox da tövsiyə etmədiyim Reckless-də isə mövzu tamam fərqlidir. Çünki burada nə az, nə çox, tam 350 səhifəlik bir kitab oxuyursunuz. Oxuduğunuz bütün səhifələrin və oxumaq üçün ayırdığınız bütün vaxtın sizə nəsə bir şey qatmasını istəyirsiniz, təbii ki də bir oxucu olaraq. Lakin bu kitab o qədər özünü təkrarlayırdı ki, oxuduğum demək olar ki, hər bir bölüm sadəcə özünü təkrarlamaqdan ibarət idi və kitabda baş verən əsas hadisə isə son 10 səhifəsində sadəcə həyata keçirdi. Yəni bunu deyə bilərəm ki, əgər birinci kitabı oxumusunuz və sizə ikinci kitab maraqlı gəlirsə, yalan olmasın, son 10 səhifəsini oxusanız belə sizə bəs edəcək bir kitab olduğunu düşünürəm. Cliffhanger-la bitdiyi üçün seriyanın 3-cü kitabını da oxumaq istəyirəm, amma düşünürəm ki, bu biraz mənim üçün çətin olacaq 3-cü kitabı oxumaq, əgər eyni bu şəkildə yazılıbsa. Və siz necə bu kitabı, ümumiyyətcə Powerless trilogiyasını oxumusunuz? Əgər oxumusunuzsa, öz fikirlərinizi şərhlərdə mənimlə bölüşməyi unutmayın. Fikirlərimiz üst-üstəmi düşür, yoxsa tamam ayrı fikirlərə mi sahibik? Bunu öyrənmək mənim üçün də çox maraqlı olar. Elə isə bir sonraki videolarda görüşərik. Hələlik!